Hər vaxtınız xeyir dostlar, vacib bir məhkəmə xəbəri barədə sizə məlumat vermək istəyirəm. Belə ki, Bakıda burun əməliyyatından sonra komaya düşən 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun ölümünə səbəb olmaqda təqsirləndirilən Lord Cərrah Sənan Mehdiyevin bugün sonuncu məhkəməsi keçirilib. Deməli, Nəsimi rayon məhkəməsinin hakimi Solmaz Mustafa Yanın sədri ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib və o cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsindən çəkəcək və onu da qeyd edim ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Sənan Mehdiyevin 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, bu ilin yanvarın 12-sində 1995-ci il təvəllüdlü Nəzrin Mansurlu rinoplastika əməliyyatından sonra vəziyyəti kəskin ağırlaşıb və o yerləşdiyi xəstəxanada dünyasını dəyişib və bununla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanılıb və Sənan Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 314.2, yəni ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhvkarlıq maddəsi ilə ittiham sürülüb.